Bank hesabları arasında köçürmələrin yaradılması. Bank hesabları arasında köçürmələr formasını açın. Bunun üçün pul vəsaitlərin idarə olunması səlahiyyətlərinə daxil olun. Bank hesabları arasında köçürmələr menüsünü seçin. Bu formada yaratmaq düyməsini sıxın. Oracle Payment vasitəsilə transaksiyaların hesablanması sahəsi üçün yox qiymətini seçin. Sənədin nömrəsini 50 daxil edin. Köçürmə tarixini, sahəsini iki üsulla daxil etmək mümkündür. 50 və ya sahənin sağında yerləşən təqvim işarəsinə sıxmaqla. Valyuta sahəsini daxil edin. Böyüdücü şüşə düyməsini sıxaraq siyahıdan lazım olan valyutanı seçin. Köçürmə məbləğini 50 daxil edin. Qeydlər sahəsində əlavə təsviri daxil edin. Göndərən bank hesabı bölməsinin bank hesabının nömrəsi sahəsində bank hesabının qiymətini daxil edin. Bunun üçün böyüdücü şüşə düyməsini sıxın. Meyyar sahəsində axtarış forması üçün qiyməti seçin və tab düyməsini sıxın. Açılan siyahıdan lazım olan qiyməti seçin və seç düyməsini sıxın. Analojik olaraq alıcının bank hesabı sahəsini doldurun. Daha sonra ödəniş haqqında məlumatlar əfəlcininə keçin. Burada təsviri çevik sahəsi bölməsinə keçin və mədaxil məqsədi sahəsini doldurun. Böyüdücü şüşə düyməsini sıxaraq tab düyməsini sıxın və siyahıdan lazım olan qiyməti seçin. Daha sonra tətbiq etmək və yoxlamaq düyməsini sıxın.